Neçə ildir ki, sürücü kimi fəaliyyət göstərirsiniz? 1995-ci ildən sürücü vəzifəsində işləyirəm. Son bu 7 ildə də Bakı busda işləyirəm. Sizin üçün Bakubasda işləməyin üstünlüyü nədir? Yaxşı şərtləri o ki, vaxtında maaş alırıq. Bayramlarda bizi sevindirirlər. Formamızı verirlər. Gelirik, işimizə gəlirik. Çox gözəl kollektivdir. İşimdən razıyam. İşimiz həmişə kaş belə olar. Peşəkar sürücü olmaq üçün hansı səriştələrə sahib olmalısınız? Sərnişinlərlə rəftar eləməyi bacarmaq lazımdır. Sən onları tanımırsan, sürücü onu tanımır. Amma o sürücünü tanıyır. Görür ki, mülayim sürücüdür, yaxşı sürücüdür, yaxşı maşını idarə edir, kobud rəftar eləmir cəmaatla, sərnişinlərlə ünsiyyətdədir, minir, salam əleykum eləyir. Siz necədir? Kollektiv başuca olur da. Sürücülərə tövsiyəniz? Səbirli olun. İşə gəlmişik, səhər evdən çıxırıq, saat 3 tamamda dururuq. Günümüz xoş keçmək üçün biraz güləriz olmaq lazımdır. Biz çünki cəmiyyəti daşıyırıq. 2 nəfər daşımırıq ki. Gün ərzində elə olur ki, 1000 nəfər sərnişin daşıyırıq. Onun həyatı bizim əlimizdədir. Biz elə olmalıyıq ki, o sərnişin də bizi çox istəsin və bizə nümunəvi kimi baxsın, bizə hörmətlə yanaşsınlar. Əvvəlki dövrlə indiki vəziyyəti müqayisə etsəz, hansı fərqləri qeyd edərdiniz? İndi avtobus zolaqları var, öz zolağımızla gedirik, rahat, vaxtında da sərnişinləri mənzillərinə çatdırırıq. Əvvəlki devirdə plan verirdik, maşın xarab olur, qalırdı. Deyirdi, bizə dəxli yoxdur, planı verməlidir. Həmin o qarajların rəhbər. Maşın xarab olur, mən pullardan yığım sizə də plan verim. İndi Allaha bugünkü gündə şükürlər olsun, elə bir şeylər yoxdur. Maşını vaxtında təmir edirik bizim işçilərimiz, servisimiz. İndi laf gözəldir, laf əladır. Sağdan da gedir, pulunu da alırsan. Sürücü kimi fəaliyyət göstərdiyiniz müddətdə peşənizlə qürurlandığınız an. Olub ki, sərnişin maşında ürəyi pis olub, ona köməklik göstərmişəm. O indi də məni görəndə təşəkkür edir mənə. Deyir, mənim həyatımı qurtarmısan. Göydə deyir, Allah, yerdə də sənə mən minnətdaram. Özümə qürurlanıram ki, nə yaxşı mən peşəni seçmişəm ki, məni də çox istəyirlər, məni də tərifləyirlər. Deyirlər ki, sağ olsun, var olsun ki, qürur duyuram mən sürücülüyümlə. Çox qürur duyuram. Bakubas olaraq sürücülərimizə təşəkkür edirik.